Salam, mənim adım Güneldir və mənim IT sahəsində artıq 12 ildən çox və biznes analiz sahəsində 7 ildən çox təcrübəm var. Əslində mən bu videonu imtahanın verdiyi gün çəkib paylaşmaq istəyirdim. Sadəcə fikirləşdim ki, biraz vaxt keçməlidir və mən anlamalıyam ki, bu sertifikat mənə nə verib. İndi isə bu videonu ilin nəticələri çərçivəsində paylaşıram. Artıq bir neçə aydır ki, SIBAP sertifikatını almışam və sizinlə təcrübəmi paylaşmaq istəyirəm. Bu video SIBAP-a hazırlaşmaq istəyənlər və ya sadəcə bu sertifikat mənə lazımdır ya yox düşünənlər üçündür. Hazırlıq dövründə mən də belə videoları axtarırdım, amma təəssüf ki, Azərbaycan dilində belə bir video tapa bilmədim. Ona görə düşünürəm ki, bu video Bakıda yaşayanlar və SIBAP-a hazırlaşan adamlar üçün çox faydalı olacaq. Bu videoda imtahana necə hazırlaşdım, imtahan necə keçdi və bu sertifikat mənə nələr verdi paylaşacağam. SIBAP-a hazırlaşmağın ən çətin hissəsi başlamaqdır və başlamaq üçün bizə motivasiya kömək edə bilər. Mənim üçün əsas motivasiya biliklərimi sistemləşdirmək idi. Mən bilirdim ki, mən BA Book-u oxusam və SIBAP-a hazırlaşsam buna nail ola bilərəm. İkinci səbəb isə mən özümü biznes analitik kimi təsdiqləmək istəyirdim. Mənim texniki təhsilim var. Mən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bitirmişəm. Həm bakalavr, həm magistr. Və mənim texniki backgroundumu təsdiq edən diplomlar var. Amma biznes analizdə bəli kursları götürmüşəm, amma bir sənəd, ölçülə bilən bir təsdiq yox idi və ona görə də mən fikirləşdim ki, SIBAP mənə bu boşluğu doldura kömək edə bilər. 2024-cü ildən mən özümə artıq məqsəd qoymuşdum ki, mən hazırlaşmağa başlamalıyam və mən araşdırmağa başladım. İmtahanı harda verəcəm, imtahana necə hazırlaşacağam və hansı şərtlər lazımdır. Və ən önəmli şərtlərdən biri professional development saatları idi. Mən onlar üçün xaricdən kurs götürmüşdüm və o kursu o qədər bəyəndim ki, ondan sonra diaqramların qurulması haqqında bir kurs götürmüşdüm və ümumiyyətlə 2024-cü ili self-development-a həsr etmişdim. 2025-ci ildə isə artıq məqsədim SIBAP-ı qazanmaq idi və mən bir study qrupuna qoşuldum. 6 həftə ərzində biz hər həftə görüşürdük. Hər knowledge area-nı əvvəlcədən oxuyub, testləri edirdik, birlikdə müzakirə edirdik. Bu study qrup mənə çox vacib bir hiss verdi. Mən tək deyiləm. Biz bir-birimizi dəstəkləyirdik, təcrübələrimizi paylaşırdıq və bu hazırlıq prosesi daha rahat və daha motivasiyalı edirdi. Bu 6 həftədən sonra watermark testlərini aldıq və sərbəst şəkildə hazırlaşmağa davam elədik. BA Book-u hər dəfə oxuyanda yazılar yazırdım, diaqramlar çəkirdim, həm elektron kitabım var idi, həm də fiziki kitabım var idi. Amma buna baxmayaraq elə mövzular oldu ki, mən onları oxuyanda sanki ilk dəfə oxuyuram kimi hiss edirdim və mənə ən çox kömək edən şey diaqramlar oldu. Bu diaqramlar mənə taskların arasındakı əlaqələri başa düşməyə kömək elədi. Hər şeyi əzbərləmək mümkün deyil. Bəzi şeyləri əzbərləməliyik, amma əsas BA Book-un strukturunu başa düşməliyik. Hər mövzudan sonra watermark testlərini edirdim və beləliklə başa düşürdüm ki, növbəti addımlarım nələr olacaq, hansı knowledge area-nı yenidən oxumalıyam və hansı məqamlara yenidən diqqət yetirməliyəm. Bir müddət sonra başa düşdüm ki, nəsə dəyişib və mən watermark testlərinə daha rahat cavab verirəm və daha yüksək prosentlər yığıram. Birinci boost o vaxt oldu ki, artıq sualın hansı knowledge area-dan gəldiyini başa düşürdüm. İkinci boost, mən artıq başa düşürdüm ki, bu hansı taskdan gəlir? Yəni bu sual hansı taska aiddir? Yenə də burada ən çox kömək edən şey BA Book-un strukturunu bilməkdir. Və watermarkda və həmçində SIBAP real imtahanda da bir neçə hissədən ibarət suallar var. Və mən artıq bilirdim ki, sualın ikinci hissəsi birinci suala ipucu verə bilər. Bu yanaşma həm də sizə vaxt qazandıra bilər.
Watermarkda mock imtahanını keçdim və 75%-dən çox alandan sonra anladım ki, mən artıq imtahana hazıram. İmtahanı bron eləməyə qərar verdim və ilk addımlarım nələr idi? IBA membership. IBA membership'ı rəsmi saytında $55 almışdım. Sonra application üçün ödəniş etdim və onu doldurdum. Bunun üçün professional development saatları lazımdır, 40 saat. Ondan sonra iş təcrübəsi. 12 il ərzində topladığım bütün BA taskların saatlarını toplayıb yazdım və applicationda qeyd etdim. Ondan sonra 2 reference. 2 adamı referens etməlisiniz. Mən cari iş yerimdən öz menecerimi və klientlərimdən birini qeyd eləmişdim. Onların e-mailini və mobil nömrələrini qeyd etmişdim. Artıq mock examlarda 70%-dan çox və mövzular üzrə 80-90 arası faiz yığanda mən imtahanın özünü book eləməyə qərar verdim və imtahanı 3 həftə sonraya bron etdim. Bu 3 həftə ərzində çox intensiv hazırlaşdım, gündə 5 saatdan az olmadan. Bunu da qeyd eləmək istəyirdim ki, imtahan üçün application auditə gedə bilər. O zaman sizin qeyd etdiyiniz referenslərə yazıb soruşa bilərlər ki, siz doğrudan da həmin yerdə işləyirsiniz, hansı taskları edirsiniz. Mən imtahanı imtahan mərkəzində verməyə qərar verdim. Online evdə variantını seçmədim, çünki imtahan zamanı imtahan prosesini kameraya çəkmək lazımdır və imtahan zamanı imtahan kəsilərsə, internet qırılarsa, bu imtahanı siz yenidən verməlisiniz. Yəni yenidən qeydiyyatdan keçmək, yenidən ödənişi eləmək və yenidən bütün prosesə başlamaq lazımdır. Bu riskləri nəzərə alaraq imtahanı imtahan sentrində, imtahan mərkəzində verməyə qərar verdim. Bir həftə əvvəlcədən mərkəzə gedib otaqlara baxdım. Gördüm ki, orada işçilər çox mülayimdir, şərait çox yaxşıdır. Bu mənə imtahan günü psixoloji olaraq çox kömək etdi. İmtahan günü. İmtahanın özü 120 sualdan ibarətdir və sizə 3 saat yarım vaxt verilir. Mənim üçün bu vaxt yetərli oldu. Əvvəlcə uzun case study sualları keçdim. Qısa suallara cavab verdim. Sonra birinci 43 və ya 44 suala yenidən qayıtdım. Sonra əmin oldum ki, bütün suallara cavab vermişəm və finish your exam düyməsini bastım. Çox böyük hərflərlə your exam is finished yazılmışdı. Amma mən başa düşə bilmirdim ki, mən imtahandan keçdim yoxsa yox. Çox balaca hərflərlə aşağıda yazılmışdı ki, you are certified now. Mən çox sevindim, amma e-mailimə sertifikatın özü və statistika gəlməyənə kimi inanmadım. Nəticələr və sertifikatın özü təxminən 1 saat sonra, imtahandan 1 saat sonra e-mailinizə gəlir. İmtahana hazırlaşanda çox yorulmuşdum və imtahanın, yəni bu sertifikatın təsirini biraz sonra görməyə başladım. Həmin dövrdə mən evaluation prosesindən keçirdim və SIBAP sertifikatı mənim maaşıma da təsir etdi. 2 ay sonra Study Club yaratdım və bildiklərimi başqaları ilə paylaşmaq istəyirdim. İndi isə işdə hansı taskın üzərində işləyirəm, hansı texnikaları, hansı situasiyada tətbiq eləmək lazımdır, çox yaxşı başa düşürəm. BA-Book mənim üçün real iş alətinə çevrilib. Qeyd etmək istəyirdim ki, SIBAP-ı verəndən sonra mənim iş keyfiyyətim doğrudan da çox yüksəldi. Mən bu yolu keçdiyimə çox şadam. Əgər siz də SIBAP imtahanını vermək istəyirsinizsə, amma hardan başlayacağınızı bilmirsinizsə, mənə yaza bilərsiniz. Uğurlar sizə, diqqətiniz üçün çox sağ olun.